Aşpaz işi var yoldaşlar, aşpaz işi var. Aşpaz işləri mütəmadi olan işlərdəndir, amma mən sizə nisbətən az şərtli olanlarından birindən bəhs etmək istəyirəm. Demirəm heç bir şərti yoxdur, xeyr, şərtləri var yoldaşlar. Amma yəni çox güclü yoxdur. Ümumiyyətlə az şərtli olanlar hansılar olur? Tam az şərtli olanları, belə deyək. Əsasən onlar adətən aşpaz köməkçisi vakansiyaları ola bilir. Onlar da təxminən 500-600 manat civarında dəyişir. Amma mən sizə 3-5 illik iş təcrübəsi tələb edən, yəni bu sahədə və uyğun sahə üzrə peşə təhsili olan şəxslər üçün olan aşpaz işindən bəhs etmək istəyirəm. Əslində bu da 6 günlük bir işdir, ondan 8-ə kimidir. Əslində bu iş əmək haqqısı belə baxdıqda normal olmaya bilər. İndi ola bilər iş yükü zəif ola bilər. Düşünürəm ki, elə doğrudur. Çünki 4 qardaş mənzil tikinti korporatividir. Yəni restoran deyil, orada ona görə o cəhətdən ola bilsin. Nə iş görəcəksiniz? Milli və Avropa mətbəxi üzrə tərtib olunmuş menyunun hazırlanmasını işini icra edəcəksiniz. Menyu üçün ham malları sifariş edəcəksiniz. Şorbaların, əsas yeməklərin, suyuq və isti qəlyantıların, xəmirdən, məmulatların və qış ehtiyatlarının hazırlanması işini görəcəksiniz. Müxtəlif növ salatlar hazırlayacaqsınız. Bu tipli işdir. Bu işə də xanımlar üçündür. Gənclik metrosuna yaxın yerləşir. Bu işə də müraciət etməklə dəstək istəyirsinizsə, və ya digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapma cəsarətini çəkirsinizsə, ona bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Qeyd edeyim ki, yoldaşlar, bu sizdən 35-45 yaşlı olmanızı tələb edir. Yəni xəbəriniz olsun. 35-45 yaşlı biri olmalısınız. Əgər bu yaş aralığında birisinizsə, bu işə müraciət edə bilərsiniz.